Ana şəhidin gəlir, başını dik tut ağlama. Qara geyinin yasını tut, ürəyini çox dağlama. Balam yardan ayrı düşüb, balasından ayrı düşüb, qan içində əzab çəkib, onu bərk-bərk qucaqlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın oldum ağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın oldum ağlama. Nə olar ana, can ağlama. İncitmə balan yatır, sevgisi talan yatır. Ana şəhidlər ölməyir, yeri hər an qəlbimizdə. İndi yatır şirin-şirin məkanında, cənnətində. Ruhu göylərdən baxır, gözümüzdən qan yaş axır. Balası yaman darıxır, onun qəlbini dağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın oldum ağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın oldum ağlama. Nə olar ana, can ağlama. İncitmə balan yatır, sevgisi talan yatır. Əziz şəhid ailələri, hörmətli müharibə iştirakçıları, hörmətli tədbirimizin qonaqları. Bugün hər birimiz Azərbaycanın igid, mərd, şücaətli oğullarından biri olan Rahil Ərəbinin namı bir münasibətilə burada toplanmışıq. Tədbirimizdə şəhərimizin müxtəlif idarə müəssisələrindən iştirak edirlər. Eyni zamanda şəhidimizin əzizləri, yaxınları buradadır. Biraz əvvəl elə Narıngül xanımla söhbətimizdə də onun necə qürurlandığını, fəxrlədiyini gördüm övladıyla. 2 gün əvvəl döyüş yoldaşları gəlib və Rahillə bağlı, onun şücaəti, qəhrəmanlığı ilə bağlı öz fikirlərini bildiriblər. Həqiqətən də hər zaman dediyimiz kimi şəhidlərimizin yaxınları nə qədər üzülsələr də bu şücaətləri, onlar barəsindəki qəhrəmanlıqları eşitdikcə ondan da çox qürurlanırlar, fəxr hissi keçirirlər. Çünki bir şəhid, bir evin şəhidi deyil, eyni zamanda bir elin şəhididir. Və şəhidlərimiz də bütün Azərbaycan xalqı, bütün Azərbaycanlılar hər zaman qürur duyub və belə deyirlər. Çünki bütün dünyada, təkcə Azərbaycanda deyil, dünyanın 4 bir yanında xalqımız yaşayır. Dünyanın 4 bir yanında Türklər yaşayır. Bütün Türk dünyası Azərbaycan xalqı ilə fəxr edir. Çünki Azərbaycan xalqı məhz öz şücaəti, ağlı, zəkası, hünəri hesabına öz torpaqlarını işğaldan azad etdi. Və Vətən müharibəsində müstəqilliyimiz, ərazi bütövlüyümüz, sonraki əməliyyat tədbirlərində suverenliyimiz tamamilə bərpa olundu. Azərbaycan yeganə MDB dövlətidir ki, postsovet məkanında öz ərazi bütövlüyündə, suverenliyində bərpa etdi. Bu bir ilk idi. Hər biri şəhidlərimizin sayəsindədir. Onları belə qəhrəman övlad kimi böyüdüb yetişdirən valideynlərin sayəsindədir. Aprel döyüşləri 2016-cı ildə, aprelin əvvəlində Ermənistanın qondarma Dağlıq Qarabağ Respublikası, belə deyək, bu vaxt qondarma bir respublika yaratmışdılar və
elan etmişlər daha doğrusu və onlar tərəfindən Azərbaycanın həm yaşayış məntəqələrinə, həm də din sakinlərinə sərhəd boyu ə, hücumlar başladı və Müzəffər ordumuz təbii ki, onda da bu hücumların qarşısını aldı, düşmənin layiqincə cavabını verdi. Ateşkəs imzalanmasına baxmayaraq, sonraki günlərdə, tarixlərdə də mütəmadi bu ateşkəs pozulmuşdu və şəhid ərəbli Rahil də məhz aprel döyüşləri ərəfəsində onun nəticələri ilə əlaqədar o ərəfədəki olan ateşkəs pozulması zamanı dünyasını dəyişib, şəhidlik zirvəsinə ucalıb və ona görə də hər birimiz onu aprel şəhidi kimi xatırlayırıq. Düzdür, onun biz şəhidlərimiz barədə danışanda ümumi olaraq döyüş yoluna nəzər salırıq, əldə elədikləri nəticələrə və fəaliyyətlərə nəzər salırıq, amma fərdi yanaşmada Naringi xanım da qeyd elədi ki, öz döyüş yoldaşlarından eşitmək daha doğru olardı, çünki onların gözünün qarşısında olur. Onlar necə onun qorxmaz olduğunu, yiğitlik nümunələri göstərdiyini söyləyirlər. Hər bir şəhidimizin bax belə özünə məxsus xarakteri, iradəli, əzmli, şücaətli bir döyüşüdür. Və hər bir valideyn də bu barədə bilir, agahdır və mütəmadi olaraq onlar haqqında məqalələr paylaşılır. Bilirsiniz, bütün doğum günləri, anım günləri müəyyən bir dövr ərzində təkrar paylaşılmaqla həm şəhərimizdə, həm də Respublika səviyyəsində müxtəlif səhifələrdə elə mən dəfələrlə Şirvan şəhidlərini görürəm. Bayaq elə Ərəbli Rahilin də şəklini gördüm. Yəni onu tanımasalar belə başqa rayonlarda, şəhərlərdə, amma adı gələndə ki, şəhiddir, artıq insanlarda təsəvvür formalaşır. Onlar bilirlər ki, şəhid sözünün anlamı nədir? Şəhid öz canını haqq, ədalət, vətən uğrunda fəda edənlərdir. Və təkcə bu deyil, eyni zamanda xalqımızın rüfağı, müstəqilliyi, azadlığı uğrunda canını fəda edənlər də hər biri şəhiddir. Allah yanında uca dərgahdadır. Məhz bax bu gün bura uşaqlar yığışır. Onların gələcəyi, xoşbəxtliyi, yaxşı təhsil alması, gələcəkdə daim müstəqil, azad, firavan yaşamaları üçün, güləriz olmaları üçün canlarını fəda edirlər. Bu balaca bir məsələ deyil. Öz xalqım üçün canını fəda etmək, təbii ki, insan ailəsini ən yaxın tanıyır, hər zaman onlara görə canını fəda etməyə hazır olur, amma tanımadığın bir adama görə canını fəda edərsənsə də, o da bir xalqındır, öz millətindir, öz vətənindir və Allahın məsləhətidir ki, təbii ki, döyüşdə şəhid olanlar da olur, yaralananlar da olur, ümumiyyətlə heç yara almayanlar da olur. Təbii ki, bəzən, yəni buna müxtəlif rəylər verirlər, amma biz hər zaman şəhərimizin din xadimlərinin də söylediyi kimi, onlar bu sahəni daha yaxşı bilirlər. Bu Allahın bildiyi məsləhət, bildiyi bir dərgahdır ki, onlar da orada əbədi qonaqdırlar. Və bugün torpaqlarımızın, daha doğrusu ərazi bütövlüyümüz uğrunda xidmətdə olanlar var, keşik çəkənlər var. Allah hər birini qorusun. Ərəbli Rahil öz hərbi xidməti zamanı şəhidlik zirvəsinə ucalıb. Müharibə zamanı deyildi, döyüş əməliyyatlarıydı, ateşkəs imzalanmışdı, amma mənfur düşmən dayanmadan ateşkəsi pozurdu. Çünki aprel döyüşünün nəticələri ilə barışa bilmirdi. Aprel döyüşündə Azərbaycanın əldə elədiyi qələbə məhz 1-ci Qarabağ müharibəsindən sonraki ən böyük qələbə idi. Ən şiddətli döyüşlər idi sərhəd xətti boyunca və Azərbaycan xalqı sanki o döyüşlərdən sonra ola bilər, yəni bu real danışsaq 1-ci Qarabağ müharibəsindən uzun müddət keçmişdi. İnsanlar ümid bəsləyirdi, amma bəlkə də kimlərsə ümidsizliyə qapılmışdı. Çünki 1 milyon məcburi köçkünümüz var idi. Həsrətlə öz ata-baba yurdlarına köçmələrini gözləyirdi. Bugün şükür Allaha məşğələlərimizin sayəsində böyük qayıdış reallaşdırılır. Cənab Prezidentin işğaldan azad olunan rayonlara ziyarətinə baxsaz, görərsiniz ki, o sakinlər necə böyük sevinç hissi ilə
onu qarşılayırlar və böyük sevinç hissi ona görə keçirirlər ki, onlar uzun illərdən, uzun əsrlərdən sonra öz ata-babaları, bacıları, qardaşları ilə xatirələri olan, böyüdükləri, boya başa çatdıqları torpaqda yaşayırlar. Və hər zamanda onların dilindən bu kəlmə əskik olmur. Allah şəhidlərimizin ruhunu şad etsin. Onlara rəhmət etsin. Və həqiqətən də bu şəhidlərimizə olan ehtiramın ən yüksək nümunəsidir. Canlı nümunəsidir və bundan sonra da bu daim belə olacaq. Allah dövlətimizi, millətimizi, xalqımızı qorusun, daim müstəqilliyimiz əbədi olsun. Bütün şəhidlərimizin ənəbi rahim, ruhu şad olsun. Əminəm ki, ruhu şaddır. Bugün burada bu qədər insanın toplaşmağı, onu yad etməyi, yəni bir neçə il keçsə belə bu formada bu tədbirin təşkil olunması təbii ki, onun ruhunu şad edir. Bütün şəhidlərimizin ruhunu şad edir. Hər biri bir-biriyle qardaşdır. Hər biri eyni məkanda, eyni səviyyədədir. Və hər biriniz çox sağ olun ki, burada iştirak edirsiniz. Birlikdə əlimizdən gələn qədər həm ailəsinə təsəlli olmağa çalışırıq, həm şəhidimizin ruhunun şad olmasına diləyirik. Sağ olsun şəhid ailələrimiz, çox gözəl bir birlik yaradıblar, nümunə göstərirlər. Hər zaman bir-birinə dəstəkləyirlər, bir-birinin elə öz övladlarıdır, bir-birinin övladları deməyim, öz övladlarının bu doğum günlərində, anım günlərində, yəni xatirə günlərində yaxından iştirak edirlər. Bir-birlərinə həqiqi mənada öz dəstəklərini göstərir. Və yeganə gücümüz də düşünürəm ki, mənəvi olaraq məhz budur. Bundan sonra bütün şəhid ailələrini, şəhid analarını, atalarını həyatda bir məqsədi var ki, o da yəni ən öndə olan məqsədi odur ki, övladlarının xatirələrini daim yaşatsınlar. Çünki özləri də o xatirələrlə yaşayırlar artıq. Mənim üçün danışmaq çətin bu mövzuda. Və tədbirdə digər iştirak edənlər də var. Ona görə sözü onlara verəcəm. Allah bir daha dövlətimizi, millətimizi qorusun, ali baş komandanımızı qorusun, şəhidlərimizin ruhları şad olsun. Allah bütün şəhid ailələrinə səbir versin. Tədbirdə bizimlə Yeni Azərbaycan Partiyasından hər zaman olduğu kimi nümayəndələr iştirak edir. Natiq müəllim buradadır, çıxış üçün sözü ona vermək istəyirəm. Çox sağ olun. Salamlayıram mən də hər kəsi. Ərəbzə Rahilin valideynlər, mənim cümləyə Allah can sağlığı versin. Qarşınızda baş əyirəm ki, bu cür övlad boya başa çatdırmısınız. Öz sürün canından vətən uğrunda keçin. Rahilin timsalında bütün şəhidlərimizin, valideynlərin qarşısında baş əyirəm. Çox sağ olun deyirəm sizlərə ki, bu cür vətənpərvər övladlar qoyulmuşsunuz. Allah ruhları şad eləsin, məqamları uca olsun. Allah rəhmət eləsin. Sağ olun. Şəhidimizin Səfərbərlik və Hərbiçiləri Çağırış şöbəsindən də burada iştirak edirlər. Çıxış üçün sözü ona. Mən də Səfərbərlik və Hərbiçiləri Çağırışları Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi adından Rahi qardaşımıza və onun timsalı bütün şəhidlərimizə rəhmət diləyirəm. Onlar uca zirvədə edirlər. Allah ailələrinə, yaxınlarına səbir versin. Bugün tədbirdə Şirvan şöbələri iştirak edirlər. Çıxış üçün sözlər. Yəni Şirvan şəhər Mədəniyyət Mərkəzinin təsisçisi olaraq, eyni zamanda Şərqin Səsi qəzetinin Şirvan üzrə bölgə müdiri olaraq, yəni mən də bu tədbirdə iştirak edirəm. Yəni Mədəniyyət Mərkəzini mən təmsil edirəm. İlk növbədə şəhid analarımıza, Narıngül ananın simasında, Rahil Ərəblinin simasında bütün şəhid analarımıza Allahdan səbir və dözüm diləyirəm. Bəli, şəhidlər bizim dilimizin əzəl mübtədasıdır. Şəhidlər bizim mənəvi dəyərlərimizi öz çiyinlərində bir yük olaraq daşıyan, eyni zamanda bayraqlarımızı vətənin layiq olduğu yerində göydə dalğalandıran qəhrəmanlarımızdır. Qəhrəmanlıq simvolunu özündə əks etdirən Rahil Ərəbli bildiyiniz kimi Şirvanın Hacı Qəhrəmanlı qəsəbəsində 1996-cı ildə sadə, torpağa bağlı bir ailədə dünyaya gəlmişdi. 2003-2000 yəni Hacı Qəhrəmanlı 2003-2014-cü illərdə Hacı Qəhrəmanlı məktəbində 12 nömrəli məktəbdə öz orta təhsilini başa vurmuş və hərbi hissənin çağırışı ilə
Buyurun, Əskər buyurun. getmişdi, bəli. Hərbi xidmətə Hərbi getmişdi. xidmət tamamlamışam. İlk hərbi xidmətini Cənub bölgəsində yerinə yetirir. Rahil Astara rayonunda Rahil Ərəbli və and içmə mərasimindən sonra Rahil Ərəbli öz ərizəsinə əsasən bizim müharibə bölgəsi olan Ağcabədi rayonunun El Salih hərbi hissəsində öz xidməti borcunu yerinə yetirir. Aprel döyüşlərində Rahilin də öz şücaəti, öz qəhrəmanlığı, yəni göz önündədir. Rahil Ərəbli Aprel döyüşlərində öz vətənpərvərliyini bir növ sübut etdi. Azərbaycanın bir çox bölgələrində olduğu kimi Ağcabədinin yuxarı qiymətli kəndi də erməni atəşinə məruz qalan bir kəndlərdən idi. Rahil Ərəbli də öz vətənpərvərlik borcunu, vətənə olan sədaqətini yerinə yetirərkən ermənilərin atəşkəsi pozması nəticəsində öz sinəsini düşmən gülləsinə sipər edərək canını vətən yolunda qurban etdi. Bəli, may ayının 13-də Rahil bu həyata gözünü yumdu və cənnətdə onun yeni həyatı başladı. Rahil Ərəbli cənnətin ən gözəl məkanında bugünkü gündə özünə məskən tapmaqdadır. Rahil Ərəblinin bugünkü anım tədbirinə, şəhadətə qovuşduğu ilin 9-cu ilində onun görüşünə gələn, eyni zamanda Narıngül anamıza dəstək olmağa, təsəlli verməyə gələn Şirvan Mədəniyyət Mərkəzinin folklor evinin rəhbərliyi və işçiləri də burada iştirak edir. Eldəniz müəllim, Esmira xanım, Leyla xanım, Kamilə xanım və bir çox klub filiallarının rəhbərləri. Eyni zamanda bildiyimiz kimi dilimizin əzəl müftədası olan şəhidlərimizi qəlbində, könlündə, kiçik yaşlarından onlara yaşatmağı öyrədən, aşılamağı öyrədən bu müəllimlər özlərinə yaradıblar. Necə ki, bu bizim balaca balalar da orada vətənpərvərlik ruhunda öz şiirlərini bugünkü gündə analara təsəlli olaraq verməyə gəliblər. Dərnəyimizin iki üzvü burada iştirak edir. Aysu və Hüseyn. Onlar indi öz şiirlərini Narıngül anaya təsəlli olaraq sizlərin diqqətinə çatdırmaq istəyir. Buyurun Aysu. Dəmir yumruq düşməni, mənfur başına əzib, düşmənlər Qarabağa daim qala bilməz. İndi azad Qarabağ günbəgün abadlaşır, mənim qədim torpağım sənə bu çox yaraşır. Yaşa vətən, çox yaşa, yaraşır vətən sənə, alqış, min kərə alqış, zəfəri bəxş edənə. Hüseyn. Yenə candan can ayrıldı, şəhidin var Azərbaycan, vətən sağ olsun deyən igidin var Azərbaycan. Bu torpağa qan tökmüşük, şəhid verib diz çökmüşük, sanmasınlar biz ölmüşük, igidin var Azərbaycan. Düşmən birə oyun qurdu, viran etdi gözəl yurdu, unutdular o bozqurdu, igidin var Azərbaycan. Bəli, igidin var Azərbaycan. İgidlərimizin simasında, igid şəhidlərimizin simasında bütün Azərbaycan xalqı bugün öz bayrağını, yəni yüksəklərdə vətənin layiq olduğu yerində göyündə dalğalandırır. O cümlədən bizim Rahil Ərəbli də. Qəhrəmanlıq simvolu olan Rahil Ərəblinin anasına təsəlli olaraq folklor evinin bədii rəhbəri Firuzə xanım burada iştirak edir. Onun da deməyə sözü var. Buyursun Firuzə xanım. Hamınızı salamlayıram. İlk olaraq Şirvan şəhər mədəniyyət əməkdaşları olaraq şəhid Rahil Ərəbli və həmçinin bütün şəhidlərimizi ehtiramla yad edirik. Onlara Allahdan rəhmət diləyirik. Allah ailələrinə səbir versin. Onların analarının, fədakar analarının əllərindən öpürük, şəhidlərimizin qarşısında baş əyirik. Bildiyimiz kimi qarşıdan 28 may Azərbaycan Respublikasının müstəqillik günü gəlir. Mən bu barədə də bir neçə söz demək istərdim. Çünki şəhidlərimizi yad edərkən onların qanıyla, canıyla alan müstəqillikdən danışmamaq olmazdı. İlk dəfə 1918-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Çox təəssüf ki, bu uzun ömürlü olmadı və Azərbaycan Sovet İttifaqının tərkibinə keçdi. Amma biz qürurla və iftixarla bunu söyləyə bilərik ki, uzun müddətli bu işğal ərəfəsində Azərbaycan
xalqı öz milliyyətçiliyini və milli iradəsini hər zaman qorudu. Və bu çətin ərəfədə o dönəmdə bunu edə bilmək böyük milli iradə tələb edirdi. Buna görə də həqiqətən də bizim xalqımız alqışa layiqdir. Böyük iftixarla, böyük qəhrəmanlıqdır bu. Böyük iftixarla yad edirəm bunu. Və 1991-ci ildə yenidən Azərbaycan öz müstəqilliyini elan etdi. Ancaq çox keçmədən torpaqlarımız yağı Ermənistanın işğalına məruz qaldı. Ona görə də biz öz müstəqilliyimizi heç bir zaman tam ürəklə qeyd edə bilmədik. Ta ki 2020-ci ildə 44 günlük müharibənin sonunda qazandığımız şanlı qələbəyə qədər. Və ondan sonra 28 may Azərbaycanda müstəqillik günü kimi qeyd olunur və son olaraq yenə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların qarşısında baş əyirəm və deyirəm ki, yaşasın müstəqil Azərbaycan. Bəli. And olsun xalqımın hər öydünə, ana laylasına, ana südünə. Körpənin açdığı dilə and olsun, vətənə and olsun, elə and olsun. Qisas almayınca ruhum sevinməz, düşmən ölməyincə ateşin sönməz. Bugünkü gündə bizim şəhərin ziyalılarından olan Heyvagül xanım Şirvanlı burada iştirak edir. Heyvagül xanım bildiyimiz kimi vətənpərvərlik mövzusunda yazılan şeirlərin demək olar ki, öncüllərindəndir. Şirvanda yaşayan bir şairə xanım kimi. İndi Heyvagül xanıma sözü verək. Heyvagül xanım da şəhidimizin timsalında bütün şəhidlərin ruhuna, bütün analara təsəlli olaraq hədiyyə öz şeirini buyursun, təqdim etsin. Buyurun Heyvagül xanım. Ben hamını salamlayıram. Mənlə gəlib çıxış edənlər hər barədə danışdılar. Mən şəhid anasına, bütün şəhidlərin rəhəsətliyim, özünə kötüyüm. Gör nə qədər arzu yarımçıq qaldı. Batdı günəşləri bir də doğmadı. Əzraillə cəngi oynadı, cəsarətli sözdən dönməz şəhidlər. Qartal baxışları, güclü biləyi, neçəsi yurtdaşı, evin dirəyi, fikirləşməz ərənlikdən dönməyi, məğrurdular, heç vaxt enməz şəhidlər. Dağ ilə dağ kimi dayanar durar, alçaq naxələfdən yurdun qoruyar, göz yaşına dönər, yanaq soldurar. Anası ürəkdən gülməz şəhidlər. Bacıları qara gəyə bürünər, el atı adı ilə öynər. Nə qocalar, nə də uşaq görünər. Gecədir, gündüzdür, bilməz şəhidlər. Gözləri gözəllər gözündə qalan, baş daşında toy xalatı saralan, ulu dərgah zirvəsində ucalan, qorxu bilməz, heç vaxt enməz şəhidlər, heç vaxt ölməz şəhidlər. Və mən burada şəhid anası qarşısında baş əyirəm, bir ana kimi də sizə özünü çəkdim. Alnı düyümlüdür, qara örtüklü, əllərində əsir, o bir cütkülü. Salam alır ya gileyli, küsülü, ümidim bir daşa bağlayan ana. Bir nişan üzüyü sahipsiz qalıb, bir gəlin xonçası artıq saralıb, balasının ətrini torpaqdan alır, ümidim bir daşa bağlayan ana. Gözaltı etdiyi qızlara anadır, yuxusu yozuldu, toy yazxanadır, talih yazsında kimi qınadı, ümidim bir daşa bağlayan ana. Saçları ağarıb, uca zirvədir. Gecəsi il oldu, günü gözlədi. Özünə Tanrıdan ölüm dilədi. Ümidim bir daşa bağlayan ana. Ümidim bir daşa bağlayan ana. Allah şəhidlərimizə də. Allah Amin. rəhmət eylesin. Amin. Əziz qonaqlar, şəhid ailələri, valideynləri. Mən tədbiri qısalaşdıracağım çünki günəşli də hava fəsillərin keçid dövrüdür. Yəni sırf şəhid anaları, yaşlı insanlar var ki, pis təsir eləməsin deyə, həm də yaz qəhrəmanlığa gecikməsinlər deyə. Bir şeyi qısaca qeyd edeyim ki, Allah şəhidimizin atasına qəni rəhmət eləsin. Çünki onun düşünürəm bəyadan görüntüləri gözümün qarşısına gəlir. Ərəbli rahib şəhid olanda o müsahibə vermişdi və çox məğrur şəkildə övladının o uzaldığı zirvə ilə bağlı danışırdı.
Nurani dindar adam idi, Allah onu şad eləsin. Allah əl qardaş əmiyə də rəhmət eləsin, şəhidlərliyə versin atasına. Qalan şəhid atalarına can sağlığı versin. Şəhid analarına can sağlığı versin. Mən burada olan müharibə əlləri adına, yəqin ki, mənə razılaşarlar müharibə iştirakçıları adına. Baş sağlığı verirəm, ruh şad olsun. Və qəsəbənin nümayəndəsi də baş sağlığını çatdırdı, o səhhəti ilə əlaqədar danışdıq, gələ bilmədi, amma müavini buradadır. Bir daha çox sağ olun hər biriniz. Allah bütün şəhidlərimizi qurlar. Şad eləsin, əziyyət çəkin. Hər kəs çox sağ olsun. Sözü Hacıya verə bir fatihə versin. Ya Allah, Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme belliğ ila ruhil merhumil mağfur. Bi hakkı Muhammedin ve alih ve bil Fatiha. Bismillahirrahmanirrahim. İyyâke na'budu ve iyyâke nestaîn. Bismillahirrahmanirrahim. Ve lem yekun lehu Allah rəhmət eləsin. Allah səbir versin hər birinizə. Elə ənənəmizə sadiq qalaraq, elə hər kəsi də dəvət edirəm. Digər şəhidlərimizi ziyarət edək ki, yenidən burada kimsə istəsə toplaşar, şəkil çəkdirərlər yanınızda. Xatirə olaraq.